Ağcabədidə isə bədbəxt hadisə qeydə alınıb. Rayonun Salmanbəyli kəndində fərdi yaşayış evlərindən birində partlayış baş verib. Nəticədə 3 nəfər yanıq xəsarəti alıb. Ağcabədinin Salmanbəyli kəndində Məhəmməd Bayramova məxsus 2 otaqlı evdə partlayış baş verib. Partlayışın təsirindən evin divarlarında çaxlar əmələ gəlib. Əşyaların bir qismi yanıb. Partlayış zamanı ev sahibinin həyat yoldaşı, qızı və azyaşlı nəvəsi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Torpaq evdir, dədəmin evidir, köhnə ev. Orada da olurdular. Onun elə bir sızıb, nə bilim mən, neysə dəlmə deşik olub, torpaq evdə. Oradan da sızıb evə. Uşaq ağırdı, qız ağırdı. Hər 3 yaralı yaxınlarının köməyi ilə Ağcabədi rayon xəstəxanasına çatdırılıb. Xəstəxanadan aldığımız məlumata görə ilkin tibbi yardım göstərildikdən sonra yaralılar Nübar, Səhər Bayramovalar və 6 yaşlı İsa Bayramov Bakı şəhərinə, yanıq mərkəzinə yola salınıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən ümumi sahəsi 70 kvadrat metr olan fərdi yaşayış evində baş verən partlayışa səbəb qaz sızması olub. Faktla bağlı araşdırma aparılır.